Salam müəllimlər, axşamınız xeyir olsun. Mən təlimçi Əmrə Asanova Cəmalə. Bugün sizlə 6-cı sinifin 14-cü mövzusu olan mexanikləşdirilmiş əl alətləri haqqında danışacağam. Gəlin baxaq görək mexanikləşdirilmiş əl alətlərimiz hansıdır? Əlbəttə ki, onlardan biri dreldir. Drel deşiklərin açılması üçün nəzərdə tutulmuşdur. Hansı ki, məişətdə xırda təmir işlərini, nasazlıqlarını aradan qaldırmaq üçün istifadə edilir. Dreldən tikintidir, xarrat çilingər işlərində geniş istifadə edilir. O bir əl və yaxud da ki, elektrik aləti hesab edilir. Hansı ki, şəkil 1-də onun əl və yaxud da ki, baxın, mexaniki əl dreli olduğu qeyd edilmişdir. Əl drelini insanın sərf etdiyi güc vasitəsilə istənilən sahədə vurğulamaqla deşik açmaq mümkündür. Müxtəlif materiallarda deşiklərin vurğulanması üçün istifadə edilir. Əl dreli nə üçün istifadə edilir? Əlbəttə ki, əl ilə işləməsinə baxmayaraq, mexaniki drel elektrik drelinin gördüyü işi yerinə yetirə bilir. Əl dreli ilə işləyən zaman uğurlu nəticə əldə etməkdən ötürü mütləq drelin vurğusu it olmalıdır. Əgər vurğunun itliyi, itlənməsi keyfiyyətlə yerinə yetirilərsə, mexaniki əl dreli ilə praktiki olaraq istənilən yerdə deşik açmaq mümkündür. Mexaniki əl dreli diametri 10 mm keçməyən deşiklərin açılması üçün istifadə edilir. Və böyük diametrli deşiklər elektrik dreli ilə daha rahat, daha asan şəkildə açıla bilir. Və elektrik drelini ilk dəfə 1895-ci ildə Wilhelm Fein icad etmişdir. Və o həmin dövrdə ilk elektrik aləti hesab edilirdi. Döyəcləyicisiz drel elektrik drelinin ən sadə variantıdır. Yüngül bərpa bəzək işlərində istifadə edilir. Və onun köməyi ilə də ağac və metal üzərində deşik açmaq olur. Lakin beton üzərində deşik açmaq qeyri-mümkündür. Deməli, onun əsasını elektrik mühərriki təşkil edir. Valın köməyi ilə fırlanır, fırlanmanı reduktora ötürür. Reduktor da öz növbəsində mühərrikin böyük sürətlə fırlanmasını dərhal dayandırır. Və onun hesabına da patronun fırlanma elementinin dövrlər sayını artırmağa nail olur. Döyəcləyicisi olan drellər elektrik drelinin ən məşhur növüdür. İki rejimdə işləyir, vurğulama və döyəcləyərək vurğulama. Döyəcləyicisi olan drel kərpic, beton, daş, metal, ağac üzərində, plastik kütlə üzərində deşik açmaq üçün istifadə edilir. Döyəcləyicisi olan drel döyəcləmə mexanizminə malikdir. Vaxta, gücə, əmək məhsuldarlığına qənaət edir. Elektrik drelindən istifadə edən zaman itiləmə, cilalama, təmizləmə kimi əməliyyatları yerinə yetirmək olur. Elektrik dreli xüsusi tərtibat və məngənə ilə masaya bərkirilir. Drelin patronuna uyğun itiləyici yerləşdirilir və bu itiləyici çarxda müxtəlif alətləri, bıçağı falan itiləmək olur. Cilalama isə rezin çarxa vintlə bərkidilmiş mineral zərrəcikli dairənin köməyi ilə həyata keçirilir və cilalayıcı dairəni patronda rezin disk üçün nəzərdə tutulmuş xüsusi quyrucukda bərkidirlər. Təmizləmə isə elektrik drelinin patronuna qoyulmuş dairəvi metal şotka ilə həyata keçirilir. Belə şotka o qədər də böyük səthi olmayan müxtəlif dəmir məmulatları təmizləmək üçün istifadə edilir. İstənilən metal şotka ilə işləyən zaman da mütləq qoruyucu eynəkdən istifadə etmək lazımdır ki, gözdən zədələnməsin. Şurub fırladan şurubların vurularaq bağlanması, açılması üçün nəzərdə tutulmuşdur. Həmçinin əlavə deşiklərin açılması funksiyası ilə təchiz edilmişdir. Şurub fırladanlardan tikintidə məişətdə istifadə edilir. Mebeli daha tez və daha rahat şəkildə yığmaq üçün istifadə edilir. Uyğunçuluqlardan istifadə edilərsə, şurublardan əlavə kiçik qaykadı, botda açıb bağlamaq üçün də işlədilə bilər və xarrat işlərində ən çox istifadə edilir. Mikser drel peşəkar istifadə üçün kombinə edilmiş drel adlanır. Həm deşik açır, həm də vinti çıxır. Böyük fırlanma gücü və sürəti ilə digər drellərdən fərqlənir. Lobzik isə müxtəlif materiallarda ağacla işləyərkən adətən tətbiq edilir. Kəsmənin dəqiqliyini artırır. Dirənən dayaq platformaya malikdir. Diskli mişardan prinsipi etibarı ilə fiqurlu kəsmə edə bilməsindən fərqlənir. Təbəqə metalın biçilməsində lobzikdən istifadə edilir və müasir lobzik xarratların vaxtına, güc sərfiyyatına qənaət edir. Elektrik lobzikinin işləmə prinsipi mühərrikin fırlanma hərəkətinə əsaslanır. Reduktor isə bu hərəkəti irəliləmə qayıtma hərəkətinə çevirir, hansı ki, sürüngəcin hərəkəti nəticəsində
İşlək lövhə, belə demək olarsa, kiçik mişa sürüngəsi bərkidilir. Kəsmə prosesini tezləşdirməkdən ötürü, kiçik mişanın xidmət müddətini uzatmaqdan ötürü o şaqili ox boyunca hərəkətdən başqa rəqsi hərəkətlər də verə bilir. Bu zaman kəsən lövhə aşağı hərəkət etdikdə materialdan kənarlaşdırılır və kəsmə sürətinin mişara edilən təsirindən asılı olmaması üçün elektrik mühərrikinin səmərəli gücü xüsusi elektron tənzimləyici ilə tənzimlənir. Təhlükəsiz qaydalarımız var ki, hansı ki mütləq bərk cəhdlərlə və qatı materialla işlədikdə gücü çox olan direldən tutmaq lazımdır iki əllə. Direlin pərçimlənməsinə yol verməmək üçün onu bərk sıxmaq lazımdır. Sıxmaqla gücə salmaq olmaz və direldən istifadə edən zaman xüsusi ehtiyatla işləməliyik və reversin çevirici açarından istifadə etmək qadağandır işləyərkən. Tavanda deşik açarkən mütləq qoruyucu eynəklərdən istifadə edilməlidir. Direllə işləyib qutarandan sonra aşağıda olanlar məsləhət görülür ki, hansı ki mühərrik tam dayanmayana qədər direli əldən buraxmaq olmaz. Şpindel tam dayandıktan sonra belə bir təchizata uzun müddət toxunmaq olmaz. Bu mövzumuz bu qədər. Diqqətlə qulaq asın, uğurlar hər kəsə. Bəyənib abunə olub rəy bildirməyi unutmayın.